Bu sözləri mən danışmağı çox xoşlamıram, çünki çox sui-istifadə edilir. Amma bəzən söz gəlir məcburam deyəm. Deyəsən Əllamə Bəhrül Ulum idi. Deyir, cəmaat dəstə-dəstə Kərbəlada Beynül Hərəmeyndə qaça-qaça gedirdi. Bu da böyük əzəmətli müctəhiddi. Birdən gördülər ki, əmmaməsini çıxartdı, girdi dəstənin içinə, qaça-qaça getdi İmam Hüseynin hərəminə. Dedilər, ağa, ayıbdır, mərcəy təqlidsiz, siz də qoşuldunuz bu cəmaata. Deyib, baxdı, deyir, neyniyim ki, İmam Zamanı gördüm cəmaatın içində, qaçan yerdə İmam Hüseynin hərəminə. Mən necə kənarda dayana bilərdim? Bu xüsusiyyət, bu təvazökarlıq insana çox böyük fəzilət verir. Roizənin bir fəlsəfəsi budur. Bu sözləri mən danışmağı çox xoşlamıram, çünki çox sui-istifadə edilir. Amma bəzən söz gəlir məcburam deyəm. Deyəsən Əllamə Bəhrül Ulum idi. Deyir, cəmaat dəstə-dəstə Kərbəlada Beynül Hərəmeyndə qaça-qaça gedirdi. Bu da böyük əzəmətli müctəhiddi. Birdən gördülər ki, əmmaməsini çıxartdı, girdi dəstənin içinə, qaça-qaça getdi İmam Hüseynin hərəminə. Dedilər, ağa, ayıbdır, mərcəy təqlidsiz, siz də qoşuldunuz bu cəmaata. Deyib, baxdı, deyir, neyniyim ki, İmam Zamanı gördüm cəmaatın içində, qaçan yerdə İmam Hüseynin hərəminə. Mən necə kənarda dayana bilərdim? Bu xüsusiyyət, bu təvazökarlıq insana çox böyük fəzilət verir. Roizənin bir fəlsəfəsi budur.